HIPEC dediğimiz xalq arasında isidilmiş kimyaterapi olarak bilinen metod artıq dünyanın en qabaqcıl ölkələrində olduğu kimi artıq vətənimizdə də bu əməliyyat icra olunmağa başlamışdır. Nədir bu HIPEC? Daha əvvəl əməliyyat olmuş xərçəng xəstələri var ki, bunlar bəzən kimyaterapiyadan fayda görə bilmir. Terminal dönəm xərçəng xəstələri var ki, daha əvvəl əməliyyat olmasına rəğmən törəmələr yenidən əmələ gəlir. Bu xəstələr əvvəllər əməliyyat oluna bilmirdi. İndi isə stereoduktiv cərrahiyyədən, yəni bədənin qarnın içərisində xərçəngin yayıldığı bütün periton segmentləri çıxarıldıqdan sonra kənarda yüksək texnolojik bir cihaz vasitəsilə isidilmiş kimyoterapevtik maddələr xəstənin qarnına, birbaşa tümör hüceyrələrinə və çıxarılmış peritonun yerinə tətbiq edilir. HIPEC, yəni kimyoterapevtik maddənin periton daxilində birbaşa tətbiqi sayəsində ənənəvi kimyoterapiyadan fayda görməyən xəstələrində həm var olan ömrü bir xeyli uzanmış olur, həm də daha əvvəl əlacsız, əməliyyatsız müdaxilə edilə bilməyəcək xəstələrdə də artıq möcüzəvi bir əməliyyat növü olaraq dünyanın hər yerində, eləcə də ölkəmizdə müvəffəqiyyətlə tətbiq olunmaqdadır.